Bugün Azərbaycandan Ermənistana 48 vaqon neft məhsulu göndərilib. Yanvarın 9-da Azərbaycandan Ermənistana ümumilikdə 2698 ton neft məhsulu daşıyan 48 vaqon Biləcəri stansiyasından Böyükəsik stansiyası istiqamətində yola salınıb. Daşınan yüklərə 1742 ton 95 markalı benzin və 950 ton dizel yanacağı daxildir. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq. Xatırladaq ki, Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar başlayıb. Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Həmin vaxt Ermənistana 1220 ton 95 markalı avtomobil yanacağı göndərilib. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır.